Mənim əzizlərim, bugün sizlə belə bir açılım eləyəcəyik. İş həyatında, karyerada yüksəliş gözləyənlər, vəzifə artımı gözləyənlər, karyerasında dəyişiklik gözləyənlər üçün 5 kart çəkəcəm. Zamansız zamanadır. Nə zaman video qarşınıza çıxsa, həmin zamana aiddir. İş həyatında hazırda həm qorunma, həm risk, həm də yüksəliş potensialı var. Amma bu xətt, yüksəliş xətti mərhələlidir, düz xətt üzrə deyil. Arxandan danışan, paxıllıq edən biri var, amma təsiri zəifdir. Sanki siz kimsə tərəfindən qorunursunuz. Hər deyilən sözə inanmayın, amma qorxuya da düşmək lazım deyil. Yeni başlanğıclar, yeni layihələr, yeni mərhələ var. Yeni iş təklifi və yaxud da mövcud işdə tamamilə yeni məsuliyyət. Kiçik başlanğıclar var, amma bunun kiçik olmağına baxmayın, böyümə potensialı var. Çox vaxt yeni vəzifə, yeni müştəri, yeni sektor, yeni sahə deməkdir bu. Maliyyə çətinliyi var biraz, amma bu gecikmiş maaş ola bilər, gözlədiyin bonusun olmamağı ola bilər və yaxud da maaş artımını gözləyirdiniz, hələ ki olmamağı ola bilər, amma bu qısa müddətli bir narahatlıqdır. Yəni bu uzun müddətli narahatlığı göstərmir, keçici bir problemi göstərir. Riskli maliyyə vəziyyəti ola bilər, amma bunu unutmayın ki, sənə təklif olunan hər şey qızıl deyil. İmza atmazdan əvvəl 2 dəfə düşünmək lazımdır. Vəzifə artımı gözləyir, status yüksəlişi gözləyir, hörmət, tanınma var. Əgər səbr etsən, ağıllı davransan, yuxarı qalxacaqsan. Düzdür, ümumi baxdıqda ətrafında oyunlar var. Maddi sıxıntı keçicidir. Yeni başlanğıc gəlir, sonda da yüksəliş var. Yüksəliş riskli addımdan sonra yox, ağıllı seçimdən sonra gəlir. Ümumi açılıma baxanda 2-4 ay aralığını göstərir. Sürətli qərar vermə, məsləhət olaraq. Şübhəli gələn insanlardan məsafə saxla. Kiçik addımlarla irələ, böyük nəticələr onsuz da əldə edəcəksiniz. Bu qədər mənim əzizlərim.